Elektron cədvəl fraqmenti verilmişdi. Hesablamaların icrasından sonra A2, D2 diapazonunda alınmış qiymətlərə görə diaqram qurulmuşdu. Alınmış diaqram hansıdır? Biraz öncə də qeyd etdim ki, faizlərlə ədədlər arasında asıllıq var. Birinci ədədləri tapaq. Özü deyir ki, A2, D2 diapazonunda. Demək, A2, D2 diapazonu belə əhatə edəcək. A2-nin qiymətini tapaq. A2-nin qiyməti nəyə bərabərdir? C1 çıxılsın B1. Demək, 5-dən çıxacağı 2-ni olacaq 3. B2-yə baxaq. Demək, B2-nin qiyməti 2 vurulsun A1, 2-ni vuracaq 4-də 8, 8-dən də çıxacaq A2-nin qiyməti. A2-ni də 3 tapmışdıq, olacaq 5. C2-yə baxaq. A1 bölünsün 2, 4-ü böləcək 2, 2-dən də 1 çıxacaq, olacaq 1. D2-yə baxaq. B1, B1-in qiyməti 2-dir. Üzərinə gəldik, B2-nin qiyməti. B2-yə də 5 tapmışdıq, o da olacaq 7. Demək, bu qiymətlər əsasında, yəni 3, 5, 1, 7 əsasında diaqram quruldu. Burada əsas baxacam, indi bunların içərisində 4-ünə də baxmayacam. Ən kiçikdən ən böyüyə baxacam. Bu nə deməkdir? Yəni C2-ni ifadə edən hissə diaqramda olacaq ən kiçik, çünki 3, 5, 7 arasında ən kiçik 1-dir. 3, 5, 1 arasında da ən böyük hansıdır? 7-dir, düzdürmü? Demək, C2 ən kiçik, D2-ni də ifadə edən hissə ən böyük hissə olmuş olacaq. İndi baxaq bir-bir. Baxaq, əsas C2 ilə D2-yə baxacam. Demək, C2 4-dədir. C2-nin, baxın, ən böyüyü oldu. Halbuki C2-nin qiyməti nəyə bərabər idi? 1-ə bərabər idi, ən qısa olmalı idi. D2-nin də qiyməti 7-yə bərabər idi. D2-yə baxsaq, D2-ni hətta 3 veribdir. Halbuki D2 ən böyükdür içərisində. Demək, avtomatik A səhv çıxmış oldu. Sonra B variantına baxsaq, B variantında isə demək, yenə C2-yə baxıram. 3 C2-ni ifadə edir 1-dir, bu doğrudur. İndi D2-yə baxsaq, D2-ni ifadə edən 7-dir, halbuki 4 demək, ifadə edir nəyi? B2-ni. Amma D2-nin qiyməti B2-dən böyükdür. Ona görə də D2 ən böyük olmalı idi. Burada da B variantı səhv olmuş oldu. Baxaq C-yə. Demək, C2 nə idi? 1 idi, D2 də 7 idi. Demək, D2-ni ifadə edən hissə ən böyük hissə olacaq. 3 ən böyük olmalıdır. Halbuki 4 ondan böyük. Demək, C variantı da səhvdir. D variantına baxaq. Yenə C2 neçə idi? 1 idi, D2 də 7 idi. Demək, C2 1 yazılan, yəni 2 hissəsi olmalı idi ən kiçik. Amma ən kiçik 4-ü götürülüb. Demək, D də səhvdir. Demək, baxaq bura, 1 A2-ni ifadə edir. A2-nin qiyməti neçədir? Burada baxsaq 3-dür. Sonra B2-nin qiyməti 5-dir. Həqiqətən də 5 tapmışdır. C2-nin qiyməti 1-dir. Doğrudur. Demək, D2-nin də qiyməti 7-dir. Bu da doğru. Demək, doğru cavab Y variantı olmuş olacaq. Yəni, burada nə etdik? Ən kiçiyə ən kiçik hissə uyğun olmalı idi. Ən böyüyə də ən böyük hissə uyğun olmalı.